Olsun, hər gün bir sual izahı ilə yenə də davam edirik. Bu gün isə 15-ci sualımızın izahıdır. Baxın, bu sualda qeyd olunur ki, Konstitusiyaya əsasən Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququna mənsub deyil. İlk olaraq bilməliyik ki, qanunvericilik təşəbbüsü hüququ kimlərdədir? Baxın, mən bura yazıram, papa sözünü yazıram. Bunların baş hərfləri ilə biz bunu tapacağıq. Burada baş prokurorluqdur, birinci prezidentdir, ikinci burada ali məhkəmədir. Bu baş prokurorluğu dedik. Bu olacaq prokurorluq, çünki prezidenti dedim, diqqətimdən yayınmışdı. Bu isə Naxçıvanın Ali Məclisidir. Və əlavə olaraq burada seçki hüququ olan 40 min vətəndaş və bir də Milli Məclisin deputatları var. İndi baxırıq ki, deyir mənsub deyil. Prokurorluq vardırmı? Vardır. Ali məhkəmə var. Naxçıvanın Ali Məclisi, bu da var. Ancaq baş nazir, bax bu qanunvericilik təşəbbüsü hüququnda yoxdur. Ona görə doğru cavabımız D variantı olacaq.